Klassik benzinli Zippo yoxsa elektrik USB insert? Hansı daha yaxşıdır? Çöldən baxanda fərq azdır. Eyni metal korpus, eyni məşhur klik səsi, əldə hissiyat dəyişmir. Amma içərisində fərqli texnologiya var. Klassik Zippo real alovdur. Açdın, çaxmağı fırlatdın və alov yanır. Siqaret üçün və siqar üçün çox güclü oddur. Elektrik insert isə gövs yaradır. Benzin yoxdur, qoxu yoxdur, doldurma problemi yoxdur. USB ilə enerji yığır və düyməni basırsan və işləyir. Praktiki baxımından USB daha rahatdır. Buxarlanma yoxdur, yanacaq etkisi yoxdur. Amma enerji bitdisə və kabel yoxdursa, istifadə mümkün deyil. Benzinli isə elektrikdən asılı deyil. Nəticədə korpus eyni qalır. Sən isə içində nə olacağını seçirsən. Elektrik yoxsa benzin?